Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Səməd Vurğun və Azərbaycan ədəbiyyatı mövzusunda dəyirmi masa keçirilib. Tədbir tanınmış ictimai xadim, xalq şairi, dramaturq, SSR Dövlət Mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Yusifoğlu Vəkilovun 120 illik yubileyinə həsr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev dəyirmi masa müzakirələrini giriş sözü ilə açarkən 20-ci əsr Azərbaycan ictimai həyatının və ədəbiyyatının görkəmli nümayəndəsi olan Səməd Vurğunun yaradıcılığının zənginliyini və onun əsərlərinin keçmiş SSR məkanında, eləcə də dünyanın bir sıra ölkələrində tanındığını və müxtəlif dillərə tərcümə olunduğunu bildirib. Akademik Fuad Əliyev vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli sərəncamı milli dəyərlərimizin, eləcə də tanınmış şəxslərimizin irsinin qorunması və tanıdılması kimi ali məqsədlərə xidmət edir və bugünkü tədbir də həmin dövlət sənədinin işığında və bölmənin tədbirlər planına müvafiq olaraq keçirilir. Sonra dəyirmi masanın məruzələri dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin alim və tədqiqatçılarından Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Aynur Mirişli Səməd Vurğunun həyatı və idealları, elmi işlər üzrə sədr müavini Dosent Əli Muxtar Muxtarov Azərbaycan Nizami şünaslığının tarixində Səməd Vurğunun yeri, Nizami Gəncəvi Mərkəzinin şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktorları Təranə Verdiyeva, Səməd Vurğun və Gəncə, Xəyalə Hüseynova, Səməd Vurğunun epik yaradıcılığı, Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin elmi işçisi Sənuqar Abdinova, Səməd Vurğun və Vaqif dramı və böyük laborantı Gülandam İsmailova, Səməd Vurğun və Azərbaycan şeiri mövzularında çıxış ediblər. Çıxışlar ətrafında müzakirələr aparılıb. Maraqlı və elmi məzmunlu çıxış və mülahizələrə görə akademik Fuad Əliyev iştirakçılara təşəkkürünü bildirib.